Salam olsun əziz dostlar. Bu gün də maraqlı bir məntiq sualı izah edirəm. Magistratura qəbul imtahanına düşə bilər. Deməli, burada 6 ilə 3-dən 9 alıb, 8 ilə 1-dən 6 alıb, eyni qayda ilə bunun da yanaşma o demək ki, bunun aldığımız cavabla bunun aldığımız cavab eyni rəqəmə bərabərdir və yaxud da ədədə bərabərdir. Gəlin baxaq, 6 ilə 3-dən 9 necə alıb? Bax, burada 6-nı özümüzdən 2-yə bölürük. 3-ü isə özümüzdən 2-yə vururuq. Bax, bunu böldüm, bunu isə vurdum. 6-nı 2-yə böləndə 3, 3-ü 2-yə vuranda 6 və alınan cavabları topladım. 3 üstü 6, 9. Deməli, bu birinci tərəfdə olan rəqəmləri özümüzdən 2-yə bölürük. İkinci tərəfdə olan rəqəmləri isə 2-yə vururuq. Gəlin ikincidən baxaq. 8-i bölürəm 2-yə, eləyir 4. Üstünə gəlinsin. 1-i də vururam özümdən 2-yə. Bu da 2. 4 üstü də 2 neçə elədi? 6. Başa düşdünüz nətər oldu? Yəni bizim sualımızın cavabı nə olacaq? Birinci tərəfdəki o rəqəmi 2-ni özümdən 2-yə böləcəm. Üstünə gəlinsin. İkinci tərəfdəki olan rəqəmi də özümdən 2-yə vuracam. 2-ni 2-yə bölürəm. 1, 7-ni 2-yə vurdum. 14. 1 plus 14 neçə elədi? 15 sualımızın cavabı.